Dostlar salam. Kanalıma xoş gəlmisiniz. Bu kanalda abituriyentlər üçün ingilis dili dərsləri paylaşıram. Başlamadan öncə yaxşı olar ki, yanınıza dəftər və qələm götürəsiniz ki, lazım olduqda qeydlər apara biləsiniz. Gəlin başlayaq. İlk mövzumuz isimdir. Əgər Azərbaycan dilinin qrammatikasını az da olsa bilirsinizsə, ingilis dilinin qrammatikasını öyrənmək sizin üçün o qədər də çətin olmayacaq. Çünki oxşar cəhətlər çoxdur. Məsələn, elə başlayaq isimlə. İsim Azərbaycan dilində də əşyanın adını bildirir, ingilis dilində də əşyanın adını bildirir və Azərbaycan dilində olduğu kimi ingilis dilində də quruluşuna görə üç növə bölünür. Sadə isimlər, düzəltmə isimlər və mürəkkəb isimlər. Gəlin bu isimlərin ingiliscə formalarını da öyrənək ki, testdə bizdən soruşanda biz testdə bizdən soruşanda biz düzgün cavablaya bilək. Sadə isimlər simple nouns, düzəltmə isimlər derivative nouns, mürəkkəb isimlər compound nouns. Əgər testdə bizdən soruşsa ki, find the line of simple nouns, deməli bizdən sadə isimlər sırasını soruşur. Sadə isim deyəndə nə başa düşürük? Sadə isimlər bir kökdən ibarət olur və bura söz düzəldici şəkilçilər əlavə olunmur. Bildiyimiz kimi, baxın Azərbaycan dilində olduğu kimi şəkilçilər iki formada olur. Söz düzəldici və söz dəyişdirici. Sadə isimlərə söz dəyişdirici şəkilçilər əlavə oluna bilər. Məsələn, cəmlik şəkilçisi, yiyəlik hal şəkilçisi. Çünki bunlar sözün formasını dəyişdirir, mənasını tamamilə dəyişdirir, əsla dəyişmir. Məsələn, qələm, qələmlər. Yəni qələm də eyni şeydir, qələmlər də eyni şeydir. Məna dəyişmədi. Yenə söhbət qələmdən gedir. Elə pen sözünün olduğu kimi pen, pens. Bura S şəkilçisi əlavə etsək, məsələn, bura gəlin S artıraq. Pen, pens, yəni qələm, qələmlər. Yenə qələmdən söhbət gedir. Amma, üzr istəyirəm. Child, children, uşaq, uşaqlar. Yəni, eyni. Və yaxud da ki, apostrof S əlavə edək. Child, childs, uşaq, uşağın. Yenə uşaqdan söhbət gedir. Bu da. Yəni, qarşınıza testdə pens çıxsa, siz bunu sadə isim kimi götürün. Child apostrof S çıxsa, bunu da sadə isim kimi götürün və s. İndi gələk düzəltmə isimlərə. Düzəltmə isimlər ingilis dilində derivative nounsdur. Bayaq qeyd etdiyim kimi. Düzəltmə isimlərə söz düzəldici şəkilçilər əlavə edirik. Yəni, sadə ismə söz düzəldici şəkil sadə isimlərə söz düzəldici şəkilçi əlavə edirik, olur düzəltmə isim. Məsələn, advantage fayda deməkdir. Disadvantage zərər. Yəni fayda bir sözdür, zərər bir sözdür. Təbii ki, bu düzəltmə isimdir və bunun mənası tamamilə dəyişib. Dis şəkilçisi deməli söz düzəldici şəkilçidir. Marriage. Marry evlənmək, marriage evlilik. Bir sözdən başqa bir söz düzəldilib. Bu da o deməkdir ki, bu düzəltmə isimdir. İngilis dilində, Azərbaycan dilində də var əslində bu qayda ki, sözün həm önünə, həm də sonuna şəkilçi əlavə edə bilirik. İngilis dilində də eyni şəkildə. Məsələn, buradakı dis hissəciyi şəkilçidir. Biz onu prefiks adlandırırıq, sözün önünə qoşulub. Buradakı şəkilçi isə sufiksdir, onu sözün sonuna artırır. Yəni, prefiks, sufiks sözlərini əzbərləməyə, bilməyinizə ehtiyac yoxdur. Sadəcə düzəltmə isimləri axtaranda sözün sonuna baxmayın ki, sözün sonunda şəkilçi olsun. Xeyr, sözün əvvəlində də şəkilçi ola bilir və bu söz düzəldici şəkilçidir. İndi isə gəlin isim düzəldən şəkilçilərə baxaq. Baxın, burada qeyd olunan şəkilçilərin hamısı isim düzəldən şəkilçilərdir. Yaxşı olar ki, mən bunu belə saxlayım. Siz ekranın şəklini çəkəsiniz. Bir dənə də belə çəkəsiniz. Çünki bunları izah etməyin bir mənası yoxdur. Bunlar sadəcə əzbərlənməli şeylərdir. Yəni, məsələn, marriage, carriage, package. Bunlar hamısı düzəltmə isimlərdir. Pack, məsələn, bağlamaq, yığmaq. Package, bağlama. Deməli, feildən isim düzəlib. Digər şəkilçilərdə onun kimi, digər nitq hissələrindən və yaxud da ki, isimdən başqa bir isim düzəlir. Burada etməli olduğumuz iki şey var. Birincisi, bu şəkilçiləri və o şəkilçilərlə düzələn isimləri öyrənmək ki, testdə qarşınıza çıxsa, onu rahatlıqla yaza biləsiniz. İkincisi isə istisnalara diqqət yetirmək. Məsələn, bu şəkilçilərdən, istisnai şəkilçilərdən biri i şəkilçisidir. İstisnası nədir? Məsələn, bu şəkilçilər biz niyə öyrəndik? Buna bir dənə geri qayıdın bir dəfə. Ona görə öyrənirik ki,
bizdən soruşsa ki, isimlər olan sıranı tap və yaxud da ki, düzəltmə isimlər olan sıranı tap, hansı sıradakı sözlərin sonunda bu şəkilçilər var? Bu bizə kömək edir ki, bilək ki, o sıra düzəltmə isimlər sırasıdır və yaxud da ki, ümumiyyətlə isimlər sırasıdır. İndi bura geri qayıdaq. İ şəkilçisinin istisnası nədir? O həm isimlərin sonunda olur, həm də başqa nitq hissələrinin sonunda olur. Məsələn, difficulty, robbery, discovery, bakery, honesty. Bunlar isimdir. Yəni, buradakı i isim düzəldən şəkilçidir. Amma buradakı sözlərə isə diqqət yetirsək, bunlar isim deyil. Məsələn, rain, yağış, rainy, yağışlı. Bu sifətdir. Snow, qar, snowy, qarlı. Cloud, bulud, cloudy, buludlu. Wind, külək, windy, küləkli. Storm, tufan, stormy, tufanlı. Bu hissədə də onun kimi. Friend, dost, friendly, mehriban. Slow, yavaş, slowly, asta, yavaş. Man, kişi, manly, cəsur. Quick, cəld, quickly, cəld. Yenə eyni mənanı verir, amma biri sifətli, biri zərf olaraq. Calm, sakit, calmly, bu da sakit, amma burada zərf düzəldən şəkilçi kimi çıxış eləyir. Zərf düzəldən şəkilçi kimi görürsünüz, ly. Ly-dir, yəni sözün sonu ly ilə qurtarırsa, bu böyük ehtimal zərfdir. Aha, bu şəkilçiləri öyrəndikdən sonra, bu istisnanı öyrəndikdən sonra məncə testləri etmək sizin üçün çətin olmayacaq. İndi gəlin prefikslara. Ən çox istifadə olunan prefikslər elə demək olar ki, bunlardır. Onlarla olan bəzi misallara baxaq. Məsələn, disadvantage, buna bayaq baxmışdıq. Advantage fayda, disadvantage zərər. Görürsünüz, bir sözdən başqa söz yarandı. Misunderstanding, understanding anlaşılma, misunderstanding yanlış anlaşılma. Görürsünüz, bir sözdən başqa söz düzəldi. Accuracy düzgünlük, səliqəlilik, inaccuracy səliqəsizlik. Görürsünüz, məna tamam bir-birindən fərqlidir. Employment iş deyə bilərik. Unemployment işsizlik. Yenə bir sözdən başqa söz yarandı. Bu da onun kimi. Bu prefiksləri öyrənək və onların söz düzəldici şəkilçi olduğunu yadımızda saxlayaq və yadımızda saxlayaq ki, bu şəkilçilər olan sözlər düzəltmə isimlərdir. Bu şəkilçilər olan isimlər düzəltmə isimlərdir, daha doğrusu. İndi gələk ment şəkilçisinə. Ment şəkilçisində də biraz balaca bir istisna var. Gəlin görə bu istisna nədir? Ment şəkilçisi feildən isim düzəldir. Amma bəzi isimlər, bəzi sözlər var ki, daha çox bəzi isimlər var ki, o isimlərin sonunda ment var, amma o şəkilçi deyil, o sözün bir hissəsidir. Məsələn, instrument. Burada ingiliscəsində instru deyə bir söz yoxdur, sadəcə instrument var. Sözün kökü də instrumentdir. Yəni, burada kök və şəkilçi deyə bir şey yoxdur. Instrument və salam. Bu sadə isimdir. Parlament, burada da ment şəkilçi deyil. Monument, monument deyə bir söz eşitməmişsiniz. Böyük ehtimal, heç mən də eşitməmişəm. Ona görə də bu ment bunun kök hissəsidir. Monument. Bu söz elə monument deyə var. Moment, document, cement, element. Bu sözlərin sonundakı ment şəkilçi deyil. Yəni, bu isimlər sadə isimlərdir. Bu isimlərə gəldiksə isə bunlar düzəltmə isimlərdir. Çünki bunlar feildən isim düzəldir. Develop, inkişaf etmək. Development, inkişaf. Move, hərəkət etmək. Bu feildir. Movement, hərəkət. Agree, razılaşmaq. Agreement, razılıq. Görürsünüz, bunların sözlərin hamısının kökü feildir və ment şəkilçisi artırıldıqda onlar isimə çevrilir. Amma burada məsələn instru deyə bir feil eşitməmişik, parlo deyə bir feil eşitməmişik, money feili yoxdur, mo feili heç yoxdur, Tokyo feili yoxdur və s. Bunu bu şəkildə yadınızda saxlasanız məncə imtahanda sizin üçün asan olur. İndi gələk er şəkilçisi ilə olan qaydamıza. Deməli, ment şəkilçisində olduğu kimi bəzi sözlər var ki, onlar özü elə erdən qurtarır, yəni şəkilçi deyil. Məsələn, father sözün sonu erdən qurtarır və buradakı er şəkilçi deyil, o sözün bir hissəsidir. Father özü elə sadə isimdir. Yəni, sizdən soruşsalar ki, düzəltmə isimlər olan sıranı tapın, siz burada father sözünün sonundakı erə baxıb deməyin ki, bu düzəltmə isimdir. Xeyr, bu sadə isimdir. Father, bu sözün özü erdən qurtarır. Butter, but deyə bir şey yoxdur ki. Danger deyə bir şey yoxdur ki, sadəcə sözün özü budur. Finger, member, number, matter,
tower, sister, mother. Bu sözlər hamısı sadə isimlərdir və bunları düzəltmə isim kimi qəbul eləməyin. Hansı sıradakı sözlər arasında bunları görsəniz, deməli o sadə isimdir, düzəltmə isim deyil. İndi gəlin düzəltmə isimlərə baxaq. Şəkilçisi feildən isim düzəldir. Yəni sözün kökü feil olur və ona artırırıq, o ismə çevrilir. Teach öyrətmək. Teacher öyrədən. Yəni hərəkətdən onu edəni düzəldir. Learn öyrənmək. Learner öyrənən. Listen dinləmək. Listener dinləyən. Hunt ovlamaq. Hunter ovlayan, ovçu. Lead rəhbərlik etmək. Leader rəhbər. Kill öldürmək. Killer öldürən. Görürsünüz, hər hərəkətdən onu edəni düzəldir. Amma burada məsələn edə bir şey yoxdur. Məsələn, tow deyə bir feil yoxdur ki, tower isim düzəltsin. Bu məncə sizin üçün asan olacaq. Bu qaydanı bildikdə bu istisnanı başa düşmək. Bir də ki, şəkilçisini biz sifət mövzusunu keçəndə öyrənəcəyik ki, bu sifətin dərəcələrini düzəldən şəkilçilərdən biridir. Sizə necə deyim, bunu tapmağın asan yolu nədir? Sözün kökü məsələn feildirsə, deməli bu şəkilçisi burada isim düzəldir. Sözün kökü sifətdirsə, warm, isti. Warmer daha isti. Cold soyuq, colder daha soyuq. Yəni burada daha deməkdir. Sifətin sonuna əlavə olunanda daha mənasını verir. Cold soyuq, colder daha soyuq. Low alçaq, aşağı, lower daha aşağı, daha alçaq. High hündür, higher daha hündür. Yəni bu sözün kökü sifətdirsə, bunun sonuna qoşsan belə bu isim düzəltmir. Yəni də sifət olaraq qalır. İsim olduğunu hardan bilirik? Düzəltmə ismi olduğunu hardan bilirik? Çünki bu feildən isim düzəldir. Söz bu şəkilçi feilin sonuna qoşulubsa, deməli bu düzəltmə isimdir. Belə. Ümid edirəm sizin üçün aydın oldu. İndi gələk mürəkkəb isimlərə. Compound nouns. Mürəkkəb isimlərin Azərbaycan dilindən bir dənə fərqi var. Kiçik bir fərqi var. Biz Azərbaycan dilində mürəkkəb isimləri adətən bitişik yazırıq. Amma ingilis dilində 3 şəkildə yazılır. 3 formada yazılan mürəkkəb sözlər var. Bitişik yazılanlar, məsələn sunflower, günə baxan sözü, sun və flower sözləri birləşib mürəkkəb isim yaradır. Defislə yazılan sözlər var. Məsələn dining room. Bu söz defislə yazılsa belə bu mürəkkəb isimdir. Bir də ayrı yazılanlar var. Man driver. Məsələn bu söz tamamilə ayrı yazılır. Amma mürəkkəb isimdir. Bunları burada öyrənəcəyik. İndi gələk ship şəkilçisinə. Ship şəkilçisi həm gəmi mənasını verir. Ümumiyyətlə ship hissəciyi belə deyim. Həm gəmi mənasını verir, həm də şəkilçidir. Ship gəmi. Yəni bunu eşitmişsiniz yəqin ki, eşitməmisinizsə də yəni bilin. Ship həm gəmi mənasını verir. İndi gəlin baxaq, hansı sözlərdə gəmi mənası kimi işlənilir? Hansı sözlərdə şəkilçi kimi işlənilir? Məsələn, spaceship, kosmik gəmi. Buradakı ship gəmi mənasını verir. Hardakı ship gəmi mənasını verir? Bu mürəkkəb isimdir. Spaceship, kosmik gəmi. Desert ship, səhra gəmisi. Steamship, buxar gəmisi. Warship, müharibə gəmisi. Battleship, döyüş gəmisi. Yəni bunların hamısında gəmi mənasını verir. Ona görə də bunlar mürəkkəb isimlərdir. İndi gəlin bura. Burada ship isim düzəldən şəkilçi. Düzəltmə isim. Yox, isim düzəldən şəkilçi daha doğrudur. İsim düzəldən şəkilçidir. Friend, dost, friendship, dostluq. Citizen, vətəndaş, citizenship, vətəndaşlıq. Görürsünüz, dostluq yəni düzəltmə isimdir. Yəni bu mürəkkəb isim ola bilməz ki, bunun içində 2 dənə söz yoxdur. Vətəndaşlıq, burada bir dənə söz var. Deməli bu düzəltmə isimdir. Citizen, vətəndaşdan vətəndaşlıq düzəldir. Leader, leadership. Görürsünüz? Yenə liderdən liderlik yaradır. Hard, çətin, hardship, çətinlik. Member, üzv, membership, üzvlük. Bunlar düzəltmə isimlərdir. Çünki buradakı ship şəkilçidir. Gəmi mənasını vermir. Amma burada isə mürəkkəb isimlərdir. Çünki buradakı ship gəmi mənasını verir. Space, ship. Kosmos,
gəmi. Kosmos və gəmi sözləri birləşib spaceship, kosmik gəmi mənasını verir. İki söz birləşib bir dənə mürəkkəb söz yaradır. Digər sözlərdə də onun kimi. Burada isə home və house sözləri ilə yaranan mürəkkəb isimləri görürük. Home country, hometown, homework, home task bunlar mürəkkəb isimlərdir. Home-la düzələn mürəkkəb isimlərdir. Bunları elə olduğu kimi əzbərləyirik. Housewife, housework, household, housekeeper. Bunlar da house-la düzələn mürəkkəb sözlər, mürəkkəb isimlərdir daha doğrusu. İndi gələk mən və woman hissəciklərinə. Bəzi sözlər var ki, onların sonuna mən və woman artıranda onlar mürəkkəb isim olurlar. Burada 4 dənə istisna var ki, o istisnaların sonundakı mən hissəciyi onu mürəkkəb isim eləmir. Norman, Roman, German, human. Bu sözlərin sonunda mən var. Amma bu mən şəkilçi deyil, o sözün bir hissəsidir. Yəni o sözün özü elə o şəkildədir. Buna şəkilçi əlavə olunmayıb. Nor deyə bir söz yoxdur ki, biz ona Norman eləyək sonra. Bu sözün özü Normandır. Bunlar sadə isimlərdir. Norman, Roman, German, human. İndi cəm formasında da S-i sonuna artırırıq. Bu bir. Digər sözlərdə isə sözün sonuna mən artıranda policeman, fireman, chairman, sportsman bu mürəkkəb isim olur. Bu sözlərin cəmində isə görürsünüz men olaraq göstərir. Mən menə çevrilir artıq. Policeman, policeman, fireman, fireman, chairman, chairman, sportsman, sportsman. Görürsünüz, cəmləmələri də fərqlidir və biri sadə isimlərdir, biri mürəkkəb isimlərdir. Belə. Növbəti dərsdə bu mövzuya aid testlər işləyəcəyik. Həmin testlərdən bir neçəsini də tapşırıq olaraq verəcəm. İşləyib cavablarını şərhlərdə bildirərsiniz. Hələlik, sağ olun, özünüzə yaxşı baxın.